Salam, hər vaxtınız xeyir, əziz izləyicilər. Kanalımda xoş gördük. Mən fındıq halvası hazırlamışam. Deməli, içərisində fındıq yox, qoz ləpəsindən istifadə eləmişəm. Əsl keçmişin, Sovet dövrünün fındıq halvası dadında mükəmməl bir dad, yəni inanılmaz dərəcədə dadlı bir fındıq halvası alınıb. Hazırlama qaydasını sizlərlə bölüşürəm. Keçək hazırlama qaydasına. Əvvəlcə listin kənarlarını yağlamışam. Yəni yağlamaq da yağlı listə də əlavə eləmək olar hazır olandan sonra. Mən yağlı kağızdan istifadə elədim, amma listin kənarlarını biraz yağlamışam ki, tam axırda halvanı onun içərisinə əlavə etmək üçün. Daha sonra 1 kiloqram bizim burada qatlaşdırılmış südümüz var. 2 stəkan şəkər tozu, 1 dolu böyük çaşkada 200 qram deyək ləpə, qoz ləpəsi, 200 qram da yağ var burada. Əvvəlcə tavaya 1 kiloqram malakonu bütün hamısını əlavə eləyirəm. Üzərindən 1 stəkan yarım pesoku və 200 qram yağı da əlavə eləyəcəm. Daha sonra bişirəcəm. Buna şərbət də deyirlər. İndi biz uşaqlıqdan bunu fındıq halvası kimi tanımışıq. İndi mən buna fındıq halvası deyirəm. Deməli, pesokun şəkər tozunun yarısını da saxlayıram karamel üçün. Karameli də hazırlayıb yarım stəkan pesokdan əlavə eləyəcəm malakonun içərisinə. Bu qaydada. Əziz xanımlar, mən bunu içərisinə qoz ləpəsi əlavə eləmişəm, amma əslində fındıq halvası fındıqla olur. Yəni istənilən ləpəni əlavə eləmək olar bu şərbətin içərisinə, bu halvanın içərisinə. Qoz, fındıq, kişmiş, qovrulmuş fıstıq, yəni kimin ürəyi hansı ləpədən istəyirsə, çərəzdən, həmən çərəzdən istifadə eləyə bilər. Qədərini də sizin istəyinizdən asılıdır. Məsəl üçün 200 qram mən bura qramla desək ləpə istifadə elədim. Siz biraz da artıq, nə qədər çox istəsəniz o qədər istifadə eləyə bilərsiniz. Zəif xodda əlimi saxlamadan qarışdıra bişirirəm. Deməli, çox iti xod vermirəm. Kənarda da görürsünüz, həmən yarım stəkan şəkər tozu var. O da karamel olur. Karamel olandan sonra da əlavə eləyirəm bu qarışımın üzərinə. Yəni bunu bişməyə qoyanda elə karameli də qoysaz daha yaxşı olar. Çünki bu biri tavada malako qatlaşdırılmış süd biraz çox bişsə, karameli sonradan əlavə eləsəz onun içərisinə, karamel onun içərisində biraz şüşə kimi quru-quru olacaq, əriməyəcək. Odur ki, elə bu burada tavada bişə-bişə karameli də kənarda hazırlayıb elə həmən qarışımın üzərinə əlavə eləyin. Əlinizi yenə deyirəm saxlamadan qarışdıra bişirin rəngi dönənə qədər. Bizim burada halvamız hardasa 35 dəqiqə vaxt apardı bunun hazır olması. Hazır olması da bunun qarışdıranda baxın hiss olunur ki, biraz saqqız kimi olub. Tam hazır olması isə burada bilinir ki, bizim halvamız hazırdır. Tavaya yapışmır burada gördüyünüz kimi. Söndürürəm qazın altını və əvvəlcədən hazırladığım ki, yağlı list var. Yağlı kağız sərmişəm içərisinə, həmən listin içərisinə əlavə eləyirəm. Bizim burada həmən listimizin də ölçüsü 25-in 25-ədir. Paxlava listidir, belə deyək, 25-in 25-ə. Siz istəsəniz yumru tavada da, nə bilim, hansı qabda istəsəniz o qaba əlavə eləyə bilərsiniz. Bu formada əlavə elədim tavaya və üzərini də səliqəyə saldım ki, dərə təpə olmasın, səliqəli olsun. Gözləyirəm soyusun. Soyuyandan sonra kənarlarından gördüyünüz kimi bıçaq vasitəsilə kənarlarını biraz qopardıram və çevirirəm listi ağzı üstə. Çox rahat şəkildə, heç yağlı kağız olmasa da, siz onu qabı yağlasaz da qopartmaq olur bunu tavadan da. Yəni biraz belə çırpırsınız, tavadan qopur. Kağızını da üzərindən qopardıb və doğrayıb iç görkəmini də sizə göstərirəm. Əziz xanımlar, yenə də qeyd edirəm ki, siz burada ləpəsini daha bol eləyə bilərsiniz. Mən burada 200 qram ləpədən istifadə elədim. Özdə mən bunu bişirəndə zəif xodda bişirdim, əlimi saxlamadan. Yəni biraz xodu iti olsa dibi tutur. Elə bil süd bişirəndə dibi necə yanır?
süd qazanının dibi xod verəndə. Siz də bunu qarışdırmasanız, çox tez-tez qarışdırmasanız, iti xodda bişirsəz, bunun dibi elə tutar. Odur ki, zəif xodda qarışdıra-qarışdıra bişirin. Görün nə gözəl halva alındı. Əsl keçmişin uşaqlığımızın deyək ki, fındıq halvası eynən o dadı, əziz xanımlar, eynən o daddır. Yəni ki, çox gözəl, mükəmməl bir dadı var. Bunu yeməkdən adam doymur. Vallahi inşallah siz də hazırlayın. Əminəm ki, çox bəyənəcəksiniz. Hazırladıkdan sonra necə alındısa, şərh bölümündə yazıb bildirərsiniz. Bəyənsəz də sizin əlinizdə alındı, alınmadı, bəyəndiniz, bəyənmədiniz, şərh bölümündə inşallah yazarsınız, bildirərsiniz bu formada. Baxın, qənd kimi deyir, yumuşaq halva kimi halva, fındıq halvası alınıb. İzlədiyiniz üçün təşəkkür edirəm. Zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. Abunə deyilsinizsə kanalıma dəstək olaraq abunə olun. Sağ olun, sağlıqla qalın.